Bu videoya baxaq. Qara maskallar, Deməli. Qabil Məmmədov. Görün nə deyirəm. Mən yer kürəsində, dünya miqyasında yeganə Allahla görüşmüş bir şəxsəm. Əvvəlcə sübutu göndərdilər. Ondan sonra hər şey başladı və özümə bildirdilər ki, uzun illərdən sonra məsələni açacaq. 35 ildə hələ bu məsələ açılmıyor. Mənim alqışım da, qarışım da çox kəskindir. Qabil haqqında danışmaq istəyirəm. Qabil hər şeyin düzünü danışırdı. Qabilin söyüşlərini kənara qoysaq, bir də prezidentin ailəsi haqqında danışdığını kənara qoysaq, Qabilin danışdığının 95% düz idi. Deyərsiniz, prezidenti neyi kənara qoydun, qorxdun. Mən kim, prezident kim? Prezident mənim yanımda kimdir ki, mən ondan qorxam? Heç bu Allah məsələsinə qırağa qoysaq. Mən yenə qorxasıdayım. Başım coğrasiyir, 70 yaşım var. Bir şey arvadım, prezident mənə neyniyəsidir. Amma onun ailəsi haqqında çox namussuz danışdı. Günah onda deyil, günah ona informasiya göndərəndədir. İndi Qabili gətirirlər, deyirlər. Ona işgəncə versəniz, mən Allaha yalvarmışam. Ona işgəncə verən adamın cəzasını tezliklə versin. Eşitdinizmi? Bağırmağınızı belə ona vursanız, başından bütün tükəysik olsa cəzanızı alaşınız. 3 ay müddətində ya xərçəngə tutulacaqsınız, ya evdə balalarınız öləcək. Bax, bunu mən deyirəm. Akstafan Davçəsəmən kəndindənəm. İşgəncə verən adamlar 3 aydan sonra məni tapsın desəm, ben nə oldu? Hər şey demədik, heç nə də olmadı. Dəyərlənmədənlərim, bu qadını dəfələrlə Fuad Muradov, Alik mənə dedi ki, Alikin oğlu, bu qadını hədəf al. Mən almadım hədəf, niyə almalıyam? Mən Fuad Muradovdan neçə illərdir əlaqəm olubdu, bunu indi deyirəm. Hər zaman o mənə məlumatlar verib, ancaq Əlin Ağayevdən, Vilayət Eyvazovdan, bir də İlham Əliyev ailəsindən başqa hər yerdən mənə məlumat verib. Deyirdi, onu məndən soruşma. Fuad Muradov hakimiyyətə necə sadiq adam idi və bu qadın qarğış eləyəndən sonra 1-2-3 ay çəkmədi, aqibətini gördünüz, atası yorğan döşəkdə, oğlu da həbsdə. Fuad Muradov elə bir adam idi ki, Bandadelə gedən adamlar, düşən adamlar, hətta Harvardı qutaran adam, Bəxtiyar Hacıyev gedib orada ki, Fuad Muradov onunla vətənpərvərlik mövzusunda söhbət eləyəcək. Bandadeldə. Dəyərlənmədənlərim, hər halda bunun qarğış-qarğadığını gördük də, nə oldu? İndi bu qadın videosunu paylaşıbdı. Orada trolları töküblər ora. 2200 mesaj yazılıb. Düzdür, mən yarıya qədər insanlar məni dəstəkləsə də, yarıdan çox insanlar qadını məni hədəf alıbdır. Əsasən də trollar. Buradan onlara səslənmək istəyirəm. Bəziləriniz deyirsiniz, yazırsınız, Qabili tutub gətirəcəklər, dalını belləyəcəklər, ona belləyəcəklər. Qadın indi sevdiyindən danışır. Bütün Azərbaycan xalqı Qabilə dualar eləyir. Çünki xalq hər şeyi bilir artıq. Yaxşı, bu Qabili tutacaqlar, gətirəcəklər, asacaqlar, kəsəcəklər. Belə həvəslə paylaşan adamlar, belə həvəslə yayımlayanlar, bax sözüm sizədir. Qabili tutsalar, Qabili zorlasalar, Qabili deport eləsələr, Qabili öldürsələr, sərhədlər açılacaqmı? Qarabağa 9700-dən çox şəhid verdiyiniz Qarabağa portalsız gedəcəksinizmi? Qarabağda toyuq, cücə saxlamağa, arı saxlamağa, bir dənə bir oyuş kişniş səpib yeməyə icazə verəcəklərmi? Qabili həbs eləyib öldürəndən sonra İlham Əliyev sizin ana bacılarınızı ərəblərin pastelinə soxmayacaqlarmı? Maaşınız artacaqmı? Minimum əmək haqqı, orta əmək haqqı Ermənistandan 2 dəfə, 3 dəfə aşağıdır. Ermənistandan yaşayış səviyyəniz yuxarı mı olacaq? Çəkin torpaq əlindən alıb anasını ağladıqlar. Bütün Azərbaycan deyil, Cərmə Baycandır.
Cərimələri aradan qaldıracaqlar mı? Kredit borcunu silinəcək mi? İcra başındakı hansı borcun içindən mən bilmirəm briqada komandirlərinə qədər. Bir ailə rejimi ölkəni talan eləyibdir. Sənin güzaranın yaxşı olacaqmı? Ha? Borç yiyəsi, faiz yiyəsi qapını duymayacaqmı? Ha? Qabilin tutulmağı, qabilin ölməyi, öldürülməyi sənə sərf eləyəcəkmi? Ağı gördünüz ki, BMT-dən belə, Amerikadan, İngiltərədən, Anglo-Saksonlardan belə, xalqın belə böyük hissəsi, hələ hökumət kanalları qabilini necə dəstəklədiyini, sevdiyini görmədinizmi? İndi hansısa bir adamın, ya hansısa bir video paylaşaraq, videolar düzəldirlər, maskalı, güya üzümdə maska, gəlirlər, məni götürürlər, maşına basırlar güya, yapay zeka ilə düzəldirlər, yazırlar, oh, bugün xoşbəxt gün hardadır? Bədbəx oğlu, məni gətirsələr, məni öldürsələr, sənin anan bacın yenə də ərəbin altında yatacaq. Ay bədbəx oğlu, yenə İlham Əliyev məndən qorxur səsini çıxartmır. Ay bədbəx oğlu, hamı deyir ki, Azərbaycanda səni Allaha tapşırıram demirlər, səni Qabilə tapşırıram deyirlər artıq. Demirlər səni prezidentə şikayət edəcəm, deyirlər səni Qabilə şikayət edəcəm artıq. Ay bədbəx uşağı bədbəx, hələ bizə görə dillənmirləri, bütün yerlərdə məmurlar, orta boynuzlu məmurlar, iri boynuzlu məmurlar, hamısı deyir, düşünürlər ki, xəbər, məlumat, bu baskı, bu işgəncə xarici mediaya çatacaq. Ölkədə media qoymayıblar, bütün medianı basıblar içəri. Qabil tutulanda sənə nə olacaq, nə qazanacaqsan? Bədbəx oğlu, yenə biləsən ki, sən yaxşı dolanırsan, yenə biləm ki, sən yaxşı dolanırsan, deyərəm, profiligə girəm, ya trosan, ya da mədənin İsa ağzından bəri gəlir. Sənin vətənin mi var, vətənin var, düşmüsən. Sən ölkədə ancaq bədənini və şərəfini satmaqdan başqa İlham Əliyev yaşama şansımı qoy və? Ha? Bədbəx oğlu bədbəx. İlham Əliyev yaşama şansımı qoy və? Bugün sabahda Zəngəzura basıb sizi qırdıracaq. Qabil tutulsa, Qabil ölsə, sizi Zəngəzur savaşına basıb qırdırmayacaq mı? Şəhid analarını döyüb zorlamayacaqlar mı? Qaziləri minməyəcəklər mi? Sürüməyəcəklər mi? Ha?